9-cu sinifdən 5-ci unitin qrammasına baxırıq. The past progressive passive, present perfect passive. Keçmiş davam edicinin passivi, indiki bitmişin passivi. Görək burada nə deyir? The past progressive passive. Keçmiş davam edicinin məchulu. Davam edici sözünü bilirik ki, continuous və progressive kimi işlənir hər iki formada. Past progressive can also be used in the passive voice. Yəni, keçmiş davam edici zamanda passive düşə bilər. It is used to refer to ongoing actions in the past. Bu ondan ötürü işlənir ki, keçmişdə ongoing, davam edən hərəkətin passivini bildirəsən. Visitors were admiring the painting Grandma's house when an elderly man started crying loudly. Past progressive activedir. Yəni ki, keçmiş davam edicinin aktividir. Yəni, cümlə uzun uzadıdır. Bizə lazım olan nədir? Visitors mübtədadır və admiring bizim xəbərimizdir. The painting Grandma's house, bu da bizim tamamlığımızdır. Yəni, obyektimiz. İndi nə edəcəyik? Obyekti gətirib cümlənin əvvəlinə. The painting Grandma's house. Düzdürmü? Gətirdik. Keçən dəfə dedik ki, biz to be formasını işlədəndə to be-nin təkliyini və cəmliyini nəyə əsasən seçirik? Önə gətirdiyimiz obyektə əsasən. Yuxarıdakı cümlədə visitors cəmidir deyə və işlənmişdi. İndi gətirdiyimiz obyekt təkdədir. Painting. Ona görə də və əvəzinə was işlətməliyik. Davam edicidə də necə olur? Be və participle to qoşmalıyıq da. Bu was davam edicinin was'udur. Be passivin be'sidir. Bu da bizim participle to'muzdur. Yəni 2 feildən 3 feilə çevirdik. Was being admired. Visitors'ı qaytarmaq istəyiriksə by-dan qaytara bilərik. By visitors. When və when-dən o tərəfə artıq budaq cümlə başlayır. Yəni, aktivdən passivə çevirdik. Cümlənin yerdə qalanını da kopyalayırıq. Heç onun üzərində heç bir iş görmürük. How to form, yəni düsturu nədir? Obyektimiz gəlir cümlənin əvvəlinə subjectə çevrilir. Məsələn, this lesson. Sonra davam edicinin to be-si işlənməlidir. Was. Sonra be üstəgə participle to quruluşu olmalıdır. Bu da təbii ki, passivin be-sidir də. Davam edici olduğu üçün be-nin üzərinə ing gəlməlidir. Yəni, was, ing. Bax, davam edicini düzəltdiyi o formada. Be plus participle to da olduğu passive. Yəni ki, biz bu üçlüyün içində nə görürük? Be plus participle one, yəni ing. Davam edicini qurduq. Həm də burada nə var? Be plus participle to, yəni ki, passive. Bax, ona görə də burada to be 2 dənədir. Bir dənəsi davam edicinin to be-sidir. Biri də passivin to be-sidir. By most students, burada by-li ifadədir. Vacibdirsə veririk, vacib deyilsə ata bilərik. More examples, əlavə nümunələrə baxaq. The picture was being painted by the artist. The picture gəldi. Picture-yə görə was veririk. Sonra da bir üstəgə participle to quruluşu. The sandwiches cəmdir və veririk. Sonra da bir üstəgə participle to. Deməli, inkarda necə veririk? İnkardakı not hissəciyi birinci köməkçidən sonra işlənməlidir. Were not being made. The car was being washed. Car gəldi. Obyektimiz idi. Gəldi önə subjectə çevrildi. Car təkdədir deyə was. Sonra da bir üstəgə participle to verdik. Was the house being decorated? Sual cümləsidir. Sualda nə edirik? Birinci gələn köməkçi nədirsə, onu gətirir cümlənin əvvəlinə. The story was being read. Story gəldi. Story təkdə olduğu üçün was. Sonra da bir üstəgə participle to quruluşu. Sonra, present perfect passive. İndiki bitmişin passivi. Present perfect passive is used to talk about events in the past that still have an effect on the present moment. Deməli, bu present perfect, yəni indiki bitmiş, nə üçün işlənir? Hərəkət in the past, keçmişdən başlayıbdır, amma indiyədək də onun effekti var. Experts have examined the painting, yəni ekspertlər bu əsəri araşdırıblar. Yəni araşdırma keçmişdən başlayıbdır, indidən başlamayıb ki, keçmişdən başlayıbdır və nəticəsi də məsələn indi göz qabağındadır. İndiyədək bu hərəkət nəzərdə tutulur. The painting has been examined. Eyni cümlədir, passivdədir. Neynədik? Painting gəlir cümlənin əvvəlinə. Yəni objekti gətiririk, subjectin yerinə qoyuruq.
Experts atılır və ya by ilə qaytarıla bilər. Have əvəzinə has verdik. Çünki biz feilin təkliyini, cəmliyini nəyə əsasən seçirik? Gətirdiyimiz obyektə əsasən. Have-i has-ə çevirdik və be üstəgəl participle to quruluşunu verməliyik. Be üstəgəl participle to bizim passivimizin həmin o düsturudur. Be üstəgəl participle to. Burada da be, yəni passivin be-si niyə been formasına düşdü? Çünki have özü də have has had deməli bitmişin have has had-i özündən sonra participle to tələb eləyir. Yəni, bitmişdə have has had-dən sonra nə gəlməlidir? Participle to. Ona görə be feilini participle to formasında qoyduq. Bax belə. Be feil özündən sonra nə tələb edir? O da özündən sonra participle to tələb edir. Ona görə də bax burada participle to. Yəni, burada 2 dənə participle to işləndi. Nəyə görə 2 dənə oldu? Çünki have has had özündən sonra participle to tələb edir. Ona görə be feilini participle to kimi qoyuruq. Be özü də özündən sonra participle to tələb edir. Ona görə də examined elə examined kimi qalmalıdır. Yəni, burada have examined bitmişdir. Burada isə məchulun participle to'sudur. Bax, belə. Yəni ki, yenə də 2 feildən 3 feilə çevirdik. Ortasına be gəldi. Başqa nümunələr deməli, this lesson has been studied by most students. These lessons have been studied. Görürsünüz, yəni burada students-ə falan heç nəyə fikir vermirik. Cümlənin əvvəlinə sual hissəsi gəlibsə, yəni sual əvəzlikləri varsa, sual hissəsi yəni bir neçə sözdən ibarət ola bilər də. Yəni, biz uzlaşmanı sual hissəsinə əsasən vermirik. Biz həmişə nəzərdə tutduğumuz obyekt nədir? Bax, o obyekti önə gətirəndə həmin obyektə uyğun təklik və ya cəmlik verə bilərik. This lesson. Obyektimiz gəlib subjectə çevrilib. Təkdədir. Has been qoyuruq. This lessons. Obyektimiz gəlir, subjectə çevrilir, cəmdədir, have been qoyuruq. Əlavə nümunələrə baxaq. The report has already been reviewed by the manager. Yəni, burada nədir? Already zərfdir. Zərflərimiz, zaman zərflərimiz birinci köməkçidən sonra işlənə bilər. Have the dishes been washed by Tim? Sual cümləsidir. Sualda nə edirik? Birinci köməkçini mübtədadan əvvələ keçirik, yəni swap edirik. The movie hasn't been watched yet. İnkardır. İnkarın not hissəciyini hara qoyuruq? Birinci köməkçidən sonra qoyuruq. The letter has just been written. Just zaman zərfidir. Zaman zərflərini hara qoyuruq? Birinci köməkçidən sonra. The tasks have been completed. Tasks cəmdədir. Have been verir, sonra participle to qoyuruq. İndi unit 5-in hələ davamı gəlir. The passive with modals. Yəni, modallar vasitəsilə passivin düzəlməsi. Modallar olanda passivi necə düzəldirik? Modal verbs in English can be used in passive forms. Yəni, İngilis dilindəki modallar da passivdə işlənə bilər. As with other passive constructions, the emphasis changes to the object that receives the action. Digər passivlərdə olduğu kimi, burada da object, əsas məsələ, əsas yük objektin üzərinə düşür ki, onu önə gətiririk və hərəkət onun üzərində görülür. Modals in passive forms don't change. Yəni, passiv yaradarkən modallar don't change, dəyişmir. Yəni, biz passivi birbaşa modalın üzərində etmirik. Biz axı bilirik, modallar ya to-lu infinitivlə birləşir, ya da bare infinitivlə birləşir. Infinitiv gördüyümüz yerdə passivi infinitivin üzərinə atmalıyıq. Modalın üzərinə atmırıq. Modal əl vurmuruq. Modal dəyişməzdir. Ümumiyyətlə, modallıq dəyişməzlik deməkdir. Bilirdinizmi bunu? Modality, yəni modallıq dəyişməzlik deməkdir. Ona görə də biz modalları hər hansı, yəni modal konstruksiyanı hər hansı bir formaya salanda, bitmişə salanda, dameciyə salanda, məchula salanda heç modallara əl vurmuruq. Nə eləyirsə, infinitivin üzərində eləyirik. The sentence starts with the modal, then the verb be and the past participle are added. Yəni, modalın passivini necə düzəldirik? Modalla feil arasına be artırırıq, həmin feildə participle to-ya çevrilir. Və beləliklə nə baş verdi? Be üstəgəl participle to quruluşu yarandı. How to form? İndi düsturlarına baxaq.
This lesson should be studied by most students. Most students imiş bu cümlənin mübtədası gətirib by ilə qoşmuşuq. Orası olmaya da bilər. This lesson gəldi cümlənin əvvəlinə. Deməli, bu aktivdə necə imiş? Should study. Should study imiş. Görürsünüz, should-a əl vurmamışıq. Be gətirdik. Study feilini participle to-da verdik. Studied. Should be studied. Must be studied. Can be studied. Shouldn't be studied. Can't be studied. Must not be studied. Yəni, burada neynədik? Modaldır. Yazaq. Modal. Modala əl vurmuruq. Necə etsə elə də qalır. Modaldan sonra be veririk. Sonra da participle to veririk. Bu da olur modalın məchulu. The book can be read by the students. The door must not be closed. Should the package be delivered? Sual cümləsidir. Sualda nə edirik? Birinci gələn köməkçi ya birinci gələn modal nədirsə gətiririk əvvələ. The door can't be opened. İnkarda nə edirik? Not hissəciyi birinci köməkçiyə qoşulur və birinci gələn modala qoşulur. Bununla da 5-ci unitin qaydaları bitdi.